Selamünaleyküm dostlar. Dostlar, yeni bir PUBG Mobile videosuyla karşınızdayım. Hazır gördüğünüz gibi yeni bir cihaz, mobil telefon var. Bu cihaz sizi yanıltmasın, bu iPhone değil tabii ki, Honor'dur gördüğünüz gibi. Cihazımızın adı Honor 2.6C'dir. 2.6C görək PUBG'də necə belə deyək, bu funksiyonu göstərir. Hassasiyetləri, ümumiyyətlə PUBG-də neçə FPS verir, onu sizlərlə bərabər öyrənəcəyik. Və keçərək kontrol, hassasiyyətlərə, qrafikə baxaq. Tamamilə görə hassasiyyətə baxaq. Giroskop, qapalı, açırıq giroskopu, daim açıq. Burada giroskop olmur, aydındır. Deməli, giroskop olmur. Şeydə, Honor 2.6C-də giroskopsuz açıq qoyulan sezon zoru belə uzmanlı öyrətə hassasiyyət lens sezon uzmanlı qoyduq. Daha sonra kontrollara gəldik. Neləri var? Biz böyle. Tamam, biz burada butonlara nəzər salaq. Butonlar bu şəkildədir. Hazırda gördüyünüz kimi butonları öz butonlarımızı düzəldəcəyik. Bir dəqiqə. Ayarlarımızı özümüz düzəldəcəyik. Bir dəqiqə. Tamamdır. Deməli, əziz dostlar, butonlar düzəldik. Tamamdır. Bu buradadır. Bunu verdik. Birinci şəxs gəlir bura. Ok edir. Buradadır. Biraz balacalaşdırırıq. Yəni, hər cihazın özünə məxsus ayarları var, əziz dostlar. Və təbii ki, sizin də cihazınızda necəsə öz əlinizə yatımlı olan ayarları özünüz bərpa edirsiniz, özünüz belə deyək, qurursunuz ayarları. Bunu ara qoysaq yaxşı olar. Bura hər ehtimalə biraz üzülsən xəstələnmişəm, yəni tam rahat şəkildə danışa bilmirəm, səsim yavaş gələ bilər. Balacalaşdırırıq, tamamdır. Qeydir oradadır, buradadır, 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 buradadır. Sağ butonu, sağ atış butonunu ləğv edirik, tamamdır. Paraşütü veririk bura. Maşından çıxma, maşından çıxışı veririk bura. Arabası yaxşı olar, veririk bura. Bir dəqiqə. Tamamdır. Ayarlara baxaq. Sonra nə qaldı? Dikiz ayarları hanı? Dikiz, biri burada, biri orada. Tamamdır. Veririk bura. Nerede bura? Bunun tərhanı buradadır. Bunun tərhanı veririk bura. Hələlik ki, sadəcə yoxlamaq məqsədi ilə çəkilən bu videonu. Təbii ki, yəni mən özüm də bilmirəm ki, necə olacaq. Özünüz də gördüyünüz kimi hal-hazırda giroskopu yoxdur PUBG Mobile-da bu cihazın. Daha sonra bunu da versəydik. Aslında orada neyse, bunu yox eləmək lazımdır sizə. Öyle bir şey yoxdur burada. Böyle. Böyle bir şey. Sağ sol dikizi. Biraz nəzər etdirək sağ sola. Ne oluyor buna? Ben gene sərliyi tutdu. Tamamdır. Biraz çox da yoldu. Ona da rastlayaq.
görünməz olsun öyle. Ay, adam var. Buna bak. Böyle bir şey. Nasıl? Her şey bak şöyle gösterir. Bak. Böyle. Mesela. Hazırda saqladığımız yerdən davam edərək Honor X6C PUBG Mobile yoxlanışı və getdik silahlar gedərək hazırda az öncə də göstərdim ki, burada təsvir olsun ki, giroskop hassasiyyət ayarları, hassasiyyət ayarları işləmir, yəni yoxdur. Yox, bunu götürəcəkdim. Yəni 416-dan götürməyəcəkdim axı mən. Silahların yeri avtomatik dəyişir. Tamamdır. Tamam. Böyle bitti dəqiqə. Qraflar, buton, hassasiyyət. Sözün uzmanı. Tamamdır. Kontrollar. Şunu alarkən kamera dönüşü müvaləyirik. Hızlı dürbün dəyişdir. Açmaq lazımdır. İçki ayarları ən vacib olan dürbün aç. Əyləşən kamera dönüşü bağla. Sonra gəlişmiş kontrollərdə nə var? Sonra hızlı koşu hassasiyetini artırırıq. Tam %can. Hızlı koşma önlem adına. Öner. Birinci şartına. Tamamdır. Gerek. Dürbün modelinde burada. Dürbünler haradaydı burada? Dürbün modu bası karmaya koyuyor dürbünü. Yok, karmaya koymuyor. Basılı tut. Evet, böyle aynen. Yaxşı. Məndə normaldır. 8 qısından M24 zərbəsinə baxacaq. M24-ün zərbəsinə. Yemədi yaxınlar. Məncə də normaldır, yəni çıxış nəzədir. Əyləşən dürbün aç. Dürbün aç, tamamdır, bunu aktiv edilmişdir. Bizə yardımcı olsun. Səhməyən bir ayar görürük biz Honor X6C-də. Əslində nə eləmək lazımdır burada? Burada yəqin ki o ekranı toxunuş eləyəndə ekranda görsənir. Mən bunlar deyirəm, özür. Belə deyim də, məsələn qarşınızdakı belə deyək, takımı görürsünüz. Dərhal
sağ-sol dikizin aşağısında baş parmağınızı saxlayırsınız və baş parmağınızın yanındakını dürbünə basılı tutursunuz və dərhal birbaşa gedirik. Düz promoy. Görürsünüz, headshot. Ne güzel. Headshot gelir. 4x'le yoxlasaq necə bir şey göstərir. 4x'lə də yoxlayaq bunu. Evet. Sözünüz mən bunu. Ben bilmirəm burada necədir. Tam tutmadı. Kamera dönüşünü bağlamışam. Tamam. Aydındır. Kamera dönüşünü bağlamışam. Ona görə nişan alanda kamera dönüşü aktivləşmir. Açayım. Ne oldu? Çok enteresan bir şeydi. Dikizlə nişan alanda sağa. Sola, tamamdır, tamam işlədi. Tamam işlədi. Dikiz üzərində sağa sola hərəkət elətdirmək olmur. Sadəcə necədir? Dikizi basırıq. Dikizlərin aşağı hissəsindən hərəkət edirik sağa sola. Hansı ki, nişan alarkən kamera dönüşür. Normal bir şeydir. Yəni qaynatıb bəxş demək olar. Hələlik bu qədər dostlar. Siz necə değerlendirirsiniz? Honor X6C PUBG Mobile cihazıdırmı yoksa yok. Yani yorum yazmağı unutmayın. Çok sağ olun. Özünüzden rahat olun. Növbəti videoda görüşmək ümidiyle. Hələlik.